Salam dostlar, Dövlət İmtahan Mərkəzinin 4-cü qruplar üçün nəşr etdiyi 20 sınaqdan ibarət test kitabçasının 10-cu sınağının suallarına baxaq. 10-cu sınağın mövzuları işıq kvantları və atom və nüvə fizikasını əhatə edir. Birinci sualda deyilir ki, vakuumda yayılan işığın dalğa uzunluğunu 2 dəfə artırdıqda sürəti necə dəyişər? Biz bilirik ki, vakuumda işığın yayılma sürəti sabit kəmiyyətdir və yayılan işığın nə dalğa uzunluğundan, nə də ki onun tezliyindən asılı deyil. Ona görə C bərabərdir, konstant olmalıdır. Yəni birinci sualın cavabı C bəndidir. İkinci suala baxaq. Deyir, sükunətdə olan elektron. Dərhal yazaq. Başlanğıc sürət sıfıra bərabərdir. Sükunət halındadır. Elektron hansı sürətləndirici U potensiallar fərqini keçməlidir ki, aldığı enerji dalğa uzunluğu lambda olan fotonun enerjisinə bərabər olsun. Yəni Y elektron bərabərdir, Y foton olmalıdır. İndi gəlin yazaq. Biz bilirik ki, deməli, əgər U potensiallar fərqini elektron keçirsə də, onda elektrik sahəsi elektron üzərində müəyyən qədər iş görür. Həmin iş elektronun kinetik enerjisinin dəyişməsinə bərabərdir. A-nın yerinə yazarıq Y vurulsun U, delta Y kinetikin yerinə isə yazarıq ki, Y kinetik çıxılsın, Y kinetik 0. Başlanğıc sürətin sıfıra bərabər olduğunu nəzərə alsaq, onda başlanğıc kinetik enerji də sıfıra bərabərdir və beləliklə kinetik enerji üçün Y vurulsun U ifadəsini almış olarıq. İndi bu elektronun malik olduğu enerjidir. YU bərabərdir. Bəs fotonun enerjisi nə cür hesablanır? HC bölək lambda şəklində. Və buradan mən tapmalıyam nəyi? Bizdən bu potensiallar fərqini tapmaq tələb olunur. Yazaram HC bölək Y vurulsun HC bölək Y vurulsun lambda və doğru cavab olar A bəndi. Üçüncü sualda deyilir, vakuum fotoelementində yük daşıyıcılar hansı zərrəciklərdir? Doğru cavab olur elektronlar. Çünki vakuum fotoelementində deməli fotoelementin üzərinə işıq şüası düşür və işıq şüaları oradan elektronları qopardır və boşluğa, yəni vakuum olan fəziyə çıxarır. Beləliklə həmin elektronlar bir elektroddan digər elektroda getməklə deməli cərəyan yarada bilirlər. Ona görə də elektronlar o doğru cavabımız olur. Dördüncü sualda isə deyilir ki, verilmiş metal üçün fotoeffektin qırmızı sərhədinə uyğun tezlik nü minimumdur. Fotoelektronların maksimal kinetik enerjisi, yəni Y kinetik, düşən fotonun enerjisindən 3 dəfə az olarsa, yəni H-nüdən 3 dəfə az olarsa, yəni H-nü bölək 3 olarsa, metal üzərində düşən işığın tezliyi nəyə bərabərdir? Nü bərabərdir sual. Biz dərhal yazarıq. H-nü bərabərdir. Y kinetik üstə gələk A. Buradan H-nü bərabərdir. Y kinetikin yerinə yazaram. H-nü böl 3 üstə gələk A-nı da əvəzinə yazaram. H-nü minimum. Beləliklə H-nü bölək 3-ü bərabərliyin soluna keçirsək, H-nü çıxaq. H-nü bölünsün 3 bərabərdir. H-nü minimum. Beləliklə 2 H-nü bölünsün 3 bərabərdir. H-nü minimum və beləliklə buradan H-lar ixtisar getsə, nü-nü tapsaq, nü bərabərdir. 3 nü minimum bölünsün 2 almış olarıq ki, doğru cavab da E bəndinə uyğundur. 5-ci sual uyğunlaşdırma ilə bağlı bir sualdır. 5-ci sualda deyilir ki, gəlin 1, 2, 3 əvvəlcə yazaq sonra. Deyilir ki, fotoeffekt hadisəsini müşahidə etmək üçün kalium və kalsium maddələrindən hazırlanmış katodlar üzərinə yaşıl və göy rəngli şüalar salınır. Gəlin yazaq. Kalium elementini şahid edək. K ilə kalsium kimyəvi işarəsi C A şəklindədir. Kalium üçün çıxış işi A çıxış bərabərdir 2,2 elektron voltdur. Kalsium üçün isə A çıxış bərabərdir 2,7 elektron voltdur. Və düşən fotonların enerjilərini yazaq. H-nü yaşıl bərabərdir 2,4 elektron voltdur və H-nü göy bərabərdir 2,8 elektron voltdur. Deyir, Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Katod üzərinə yaşıl rəngli işıq şüası salındıqda fotoeffekt hadisəsi müşahidə olunur. Biz bilirik ki, fotoeffekt hadisəsi müşahidə olunması üçün H-nü böyük bərabərdir A çıxış olmalıdır. Buradan baxırıq ki, yaşıl işıq üçün deməli yaşıl işıq üçün
Kalium, yaşıl ışığı kalium elementinin üzerine saldıqda fotoeffekt hadisəsi ödənər. Çünki yaşıl ışığın enerjisi 2,4 elektron voltdur. Kaliumun çıxış enerjisi isə 2,2 elektron volta uyğundur. Amma kalsiumda yaratmaz. Çünki kalsiumda 2,7 elektron voltdur və 2,4-dən daha böyükdür. Ona görə katod üzərinə yaşıl rəngli işıq şüası salındıqda fotoeffekt hadisəsi ancaq kalium metalında müşahidə olunur. Deməli, birinciyə getdi 1. Katod üzərinə göy rəngli işıq şüası salındıqda fotoeffekt hadisəsi müşahidə olunur. Baxın, fotoeffekt hadisəsi bu dəfə hər iki halda müşahidə olunur. Çünki göy rəngli işığa uyğun olan enerji 2,8 elektron volt ki, o da həm kalium, həm də kalsium elementlərinə uyğun gələn deməli çıxış enerjilərindən böyükdür. Ona görə də üçüncüyə gedir 2. Yəni hər ikisinə də uyğundur. Katoddan qopan elektronların maksimal kinetik enerjisi böyük olur. Daha böyükdür. Kinetik enerjinin tapası olsaq, kinetik maksimumu biz nə etməliyik? H-dən çıxmalıyıq A çıxışı. Deməli, bu fərq hansında daha böyüksə də o halda deyirik ki, fotoelektronların maksimal kinetik enerjisi daha böyükdür. Bu da göy rəngli deməli işıq şüası kalium metalının üzərinə düşdükdə olur. Çünki 2,8-dən 2,2 çıxdıqda 0,6 qalır. Amma digərlərində məsələn 2,8-dən kalsium üçün 2,7-dən çıxdıqda 0,1 və yaxud da ki, yaşıl rəngli işıq üçün 2,4-dən kaliumunkinin 2,2 çıxsaq cavab 0,2 eləyər. Deməli, bu hansı element üçün? Kalium elementi üçün doğru olur. Deməli, birinciyə getdi, həm də 3. Sonra dördüncü sualda deyirik ki, katoddan qopan deməli elektronların maksimal sürəti daha kiçik olur. Bu isə nə üçün uyğundur? Kalsium üçün uyğundur. Çünki fərq ən kiçik 2,8-dən 2,7 çıxdıqda 0,1 kalsium metalı üçün alınırdı. Əgər kinetik enerji daha kiçiksə, deməli fotoelektronların maksimal sürətləri də daha kiçik olmalıdır. Yəni ikinciyə gedir 4. Və qırmızı sərhəddə uyğun dalğa uzunluğu daha kiçik olur. Biz dalğa uzunluğunu tapası olsa A bərabərdir HC bölək lambdadır. Buradan lambdanın tapası olsa HC bölək A almış olarıq. Lambdanın kiçik olması üçün A daha böyük olmalıdır. A'sı daha böyük olan, yəni çıxışı daha böyük olan kalsium elementidir ki, deməli ikinciyə həm də uyğun olaraq 5 gedir. Deməli doğru cavab olur 1, 3 birinciyə, 4, 5 ikinciyə, 2 isə üçüncüyə gedir və doğru cavab olur C bəndi. 6-cı sualda deyilir ki, fotoeffektin qırmızı sərhəddi narıncı işığa uyğundur. Deməli nədir? Qırmızı sərhəd narıncı işığa uyğundur. Yazaq, narıncı. Metal üzərinə düşən bənövşəyi işığı biz göy işıqla əvəz etdikdə fotoelektronların maksimal kinetik enerjisi və metaldan çıxış işi necə dəyişər? Deməli biz bilirik ki, çıxış işi ancaq deməli metalın növündən asılıdır və metalı biz dəyişmədiyimiz müddətcə fotoeffektin qırmızı sərhəddə də dəyişmir. Yəni yenə narıncı işıq üçün uyğun olur. Deməli onda çıxış nə etmir? Dəyişməz. Bəs görəsən maksimal kinetik enerji necə dəyişər? H bərabərdir Y kinetik maksimum üstə gələk A çıxış. Buradan Y kinetik maksimumu tapsaq nə alarıq? H çıxaq A çıxış. Çıxışı dəyişmir, amma biz düşən işığın enerjisini, yəni fotonun enerjisini azaltırıq və yaxud artırırıq. Burada indi baxdıqda görürük ki, bənövşəyi şüa göy rəngli şüa ilə əvəz olunur. Bu deməkdir ki, işığın tezliyi, yəni katodun üzərinə, metalın üzərinə düşən işığın enerjisi azaldılır. Ona uyğun olaraq kinetik enerji də nə eləməlidir? Azalmalıdır və doğru cavab olar. Azalar, dəyişməz. 7-ci sualda deyilir ki, fotonun dalğa uzunluğunu 2 dəfə azaltdıqda impulsu necə dəyişər? Dərhal yazırıq ki, P bərabərdir Y bölünsün S, daha doğrusu Y-nin də yerinə yazarıq H bölünsün S və burada H nün də yerinə yazarıq nə? Deməli, lambda bərabərdir S bərabərdir lambda vurulsun nüdür. Gəlin bunu yazaq. S bərabərdir lambda vuraq nü və biz burada nünü tapsaq nə alarıq? S bölünsün lambda. Onda olar HC bölək S vurulsun lambda və biz buradan S'ləri ixtisar aparsaq beləliklə P bərabərdir
h bölünsün lambda ifadəsini almış olarıq. Əgər dalğa uzunluğunu biz 2 dəfə azaldırıqsa, onda onun impulsu 2 dəfə artmış olar ki, doğru cavab da D bəndinə uyğundur. 8-ci sualda deyilir ki, Planck sabiti hansı vahid ilə ifadə oluna bilər? Dərhal biz Planck sabitini yazaq. H bərabərdir Y bölünsün nüdür. Buradan Y-nin vahidi, deməli, gəlin H-ın vahidini tapası olsa, Y-nin vahidi 1 joule-dur, Nün də vahidi 1, deməli, hertzdir. Beləliklə, joule bölünsün hertz olmalıdır. B bəndinə baxsaq, joule watt vurulsun saniyə şəklində də yazıla bilər. Bölünsün hertzə və doğru cavab olar bizdə B bəndi. Sonra 9-cu sual. Maddələrdən hansıların üzərinə enerjisi 3,2 elektron volt olan fotonlar düşdükdə, yəni H bərabərdir 3,2 elektron volt olan fotonlar düşdükdə fotoeffekt müşahidə olunmaz. Bayaq dediyimiz kimi, əgər H çıxış işindən kiçik olarsa, bu halda fotoeffekt müşahidə olunmaz. Yəni, çıxış işi hökmən 3,2 elektron voltdan böyük olmalıdır ki, bu da platin və sink elementlərində deməli uyğundur. Sink elementlərinə uyğundur və doğru cavab olar E bəndi. 10-cu sualda deyilir ki, fotoeffektin dalğa uzunluğuna görə qırmızı sərhəddinin maddədən elektronların çıxış işindən asılı qrafiki hansıdır? Biraz qəliz cümlədir. Deməli, çıxış işinin ifadəsini yazsaq, HT bölək lambda maksimumu yazmış olarıq. Buradan lambda maksimumu tapsaq biz, olar HT bölək A. Biz bilirik ki, H və S sabitlərdir və lambda maksimum A ilə tərs mütənasib o asılı olar ki, doğru cavab da A bəndi edər. 11-ci suala baxaq. Vakum fotoelektroelementinin volt amper xarakteristikası verilmişdir. Düşən işığın tezliyini və intensivliyini dəyişmədən, yəni tezlik bizdə i ilə işarə olunsun, sabitdir. İntensivlik başlığı bizdə i ilə işarə ilə sabitdir. Tezlik isə bizdə nə olmalıdır? Sabit olmalıdır. Deyir ki, dəyişməkdə metal katodu çıxış işi daha kiçik olan digər metal katodla əvəz etsək, yəni çıxış işini biz nə edirik? Azaldırıq. Azalır. Cərəyan şiddətinin I0 qiyməti və gərginin U0 qiymətinin modulu necə dəyişər? Biz bilirik ki, cərəyan şiddətinin I0 qiyməti, yəni maksimum doyma cərəyanının qiyməti ancaq düşən işığın intensivliyindən asılıdır. İntensivlik dəyişmirsə, deməli I0 da dəyişməz. Ona görə C, D və E cavabları ola bilməz. Bəs görəsən, U gərginliyi haqqında nə deyə bilərik? Onda biz yaza bilərik ki, H bərabərdir. Deməli, A çıxış üstə gələk Y U0 şəklində yaza bilərik, düzdürmü? Buradan biz nəyi tapırıq? Y U0 tapsaq nə olar? H çıxaq, A çıxış. İndi baxın, düşən işığın tezliyi nülü sabit qalır, amma çıxış işi azalır. Çıxış işi azalırsa, onda U0 gərginliyi artar və doğru cavab olar A bəndi. Dəyişməz, artar. 12-ci sualda isə deyilir ki, fotoeffekt zamanı verilmiş metal müxtəlif enerjili fotonlarla şüalandırıldı və təcrübənin nəticələri cədvəldə qeyd edildi. YF fotonun enerjisi, AC elektronun metaldan çıxış işi, Y kinetik maks isə elektronların maksimal kinetik enerjisi. Dərhal yazırıq ki, fotonun enerjisi bərabərdir çıxış işi ilə kinetik enerjinin maksimal qiymətlərinin cəminə. Beləliklə, 3 bərabərdir. Çıxış işi üçün bizə x verilib. Elektronların maksimal kinetik enerji isə 1-dir. Beləliklə, x üçün biz nə alırıq? 2 almış olarıq. Gəlin yazaq. X bərabərdir 2. Əgər biz verilmiş metal deyil, metalı dəyişmiriksə, onda çıxış işinin qiyməti də dəyişmir və y-də onda nə olmalıdır? 2. Onda 6 elektron voltluq fotonu katodun üzərinə, metalın üzərinə salsaq, onun ikisi, o enerjinin 2 elektron voltu sərf olunur elektronun metaldan çıxışına, yerdə qalan 4 elektron volt isə verilir ona kinetik enerji şəklində. Və doğru cavab olur C bəndi. 2, 2 və 4. 13-cü suala baxaq. Sink lövhəni müxtəlif tezlikli və intensivlikli şüalarla işıqlandırdıqda fotoeffekt müşahidə olunur. Diaqramdakı nöqtələrə uyğun vahid zamanda qopan fotoelektronların sayı arasında hansı münasibət doğrudur? Biz bilirik ki, fotoelektronların sayı düşən işığın intensivliyi düz asılıdır. Yəni intensivlik nə qədər böyük olursa, düşən işığın qopardığı elektronların sayı da bir o qədər çox olur. İndi burada baxsaq, əgər belə bir qırıq-qırıq xəttlə birləşdirsək, görərik ki, 2 və 3 nöqtələr üçün müəyyən bir i qiyməti uyğundur, düzdürmü? Ya da ki, i1 qiyməti uyğundur. Onda deyə bilərik ki, N2 bərabərdir N3-ə.
Amma bir nöqtəsi üçün digər hər hansı bir i2 qiyməti uyğundur ki, beləliklə i1 qiyməti i2 qiymətindən, bağışlayın, i1 qiyməti i2 qiymətindən böyük yazmalıydım, kiçik yazdım. i1 i2-dən nə olmalıdır? Böyük olmalıdır. Bu deməkdir ki, n2 bərabərdir n3 və onlar bir nöqtəsindəki saydan, yəni n1-dən böyük olmalıdırlar ki, doğru cavab da olur. C bəndi. Sonra 14-cü sualda deyilir ki, verilmiş metaldan hazırlanmış katod üzərinə düşən işığın tezliyini dəyişmədən intensivliyini artırdıqda hansı fiziki kəmiyyətlərin qiyməti artır? Biz bilirik ki, əgər tezliyi dəyişmirsə də, onda fotoelektronların maksimal kinetik enerjisi dəyişməz. Çıxış işi isə verilmiş metalın növündən asılıdır. Əgər metal da sabitsə də, deməli, İstər tezliyi artırsaq, istər intensivliyi artırsaq və yaxud azaltsaq, onda yenə də çıxış işi dəyişməz. Ona görə 1 və 2 ola bilməz. İntensivliyi artırdıqda yalnız və yalnız doyma cərəyan şiddətinin qiyməti artar ki, doğru cavab da olar A bəndi. 15-ci sualda deyilir ki, fotocərəyan şiddətinin gərginlikdən asıllıq qrafiki verilmişdir. Katoddan qopan fotoelektronların maksimal kinetik enerjisini tapın. Maksimal kinetik enerjini biz hesablaya bilərik. Y vurulsun. Burada Y elementar yükdür. Əgər elektron kimi qəbul etsəm, bunun gərək yükünü -1.6 qəbul etməliyəm. Amma elementar yük götürürəmsə, müsbət 1.6 şəklində qeyd edirəm. Onda biz gərək saxlayıcı gərginliyi modulda yazaq. Beləliklə, Y kinetik maksimum bərabərdir. 1.6 vuraq 10 üstü -19 vuraq. Bizdə saxlayıcı gərginliyi -2-dir. Onun modulu isə eləyir müsbət 2. Cavab olur 3.2 vuraq 10 üstü -19 joule. Amma burada qüvvət səhvi ediblər. Doğru cavab C bəndi verilsə də qüvvəti 10 üstü -19 olmalı ki, bunlar 10 üstü -18 şəklində qeyd ediblər. 16-cı suala baxaq. Fotoeffekt zamanı ləngidici gərginliyin qiyməti asılıdır. Nədən? Dərhal fotoeffekt üçün Einstein tənini yazaq. H-nü bərabərdir. A çıxış üstə gələk. Deməli, YUS şəklində yaza bilərik. Gəlin, hətta bunu bir modul şəklində yazaq. Buradan da YUS-i tapası olsaq, nə alarıq? H-nü çıxaq, A çıxış. Baxırıq ki, saxlayıcı gərginliyin, ləngidici gərginliyin qiyməti düşən işığın tezliyindən, çıxış işindən asılıdır. Əgər düşən işığın tezliyindən asılsa, onun dalğa uzunluğundan da asılıdır. Deməli, birinci cavab doğrudur. Düşən işığın intensivliyindən asılı deyil və çıxış işinin qiymətindən asılıdır ki, doğru cavab olur 1-3, yəni B bəndi. 17-ci sualda deyilir ki, fotoeffekt zamanı H-nü çıxaq Y kinetik bölək H ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən olunur? Burada H Planck sabiti, nü düşən işığın tezliyi, Y kinetik fotoelektronların maksimal kinetik enerjisidir. Burada H-nü düşən deməli işığın enerjisidir. Y kinetik maksimal kinetik enerjidir. Düşən işığın tezliyindən biz kinetik enerjini çıxdıqda çıxış işi alırıq. Çıxış işini isə tezliyə böldükdə çıxış işinin ifadəsi H vurulsun nü minimum şəklindədir. H-lar ixtisar getsə nü minimum qalır. Yəni tezliyə görə qırmızı sərhəddi almış olarıq. 18-ci sualda deyilir ki, fotoelektronların maksimal kinetik enerjisi çıxış işindən 4 dəfə böyük olarsa, Y kinetik maksimum bərabərdir 4A çıxış. Metal üzərinə düşən fotonun tezliyi qırmızı sərhəddə uyğun tezlikdən neçə dəfə böyük olar? Yəni, nü bölünsün, nü minimum nəyə bərabər olar? Dərhal fotoeffekt üçün Einstein tənini yazaq. H-nü bərabərdir. Y kinetik maksimum üstə gələk A çıxış. Buradan yazırıq ki, H-nü bərabərdir. Deməli, Y kinetik maksimumun əvəzinə yazırıq 4A çıxış, üstə gəl bir dənə də A çıxış. Beləliklə, H-nü bərabərdir. 4A çıxışın üzərinə A çıxış gələndə 5 dənə A çıxış, yəni 5 dənə H-nü minimum. Burada H-lar ixtisar getsə, yerdə qalır nü bölünsün, nü minimum. Və buradan da biz 5 cavabını almış olarıq. Yəni, birbaşa yazdım. Nü bərabərdir 5 nü minimum. Oradan da nü bölünsün, nü minimumu tapdıqda 5 alınır. Sonra 19-cu sualda deyilir ki, fotocərəyan şiddətinin gərginlikdən asılı qrafiki verilmişdir. Doyma başlayan anda anada çatan maksimal fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Baxın, burada -2 volt saxlayıcı gərginlik verilmişdir. Bu nə deməkdir? Bu deməkdir ki, əgər katoddan anod arasında gərginlik olmadıqda, katoddan qopan fotoelektronların 2 elektron voltluq kinetik enerjisi var. Və bunlar həmin enerjisindən istifadə edərək katoddan anoda doğru hərəkət edirlər və dövrədə gərginlik 0 olduğu halda belə cərəyan şiddəti yaranır. Və biz qütblərin yerini dəyişməklə -2 volt əks gərginlik veririk və nə edirik?
katoddan qopan fotoelektronların yenidən katoda doğru qayıtmasına, yəni anoda gəlib çatmasına biz mane oluruq. Bu deməkdir ki, bax bu onu göstərirdi. -2 voltun mənası demək. Bu deməkdir ki, əgər biz o -2 voltluq enerji potensiallar fərqini verməsək, yəni gərginlik 0 olsa, bu halda elektronların 2 elektron volt deməli kinetik enerjisi olar. Və biz əlavə 5 volt müsbət gərginlik verəndə onlara 5 elektron volt əlavə enerji vermiş oluruq və doyma cərəyan halında anoda gəlib çatan fotoelektronların maksimal kinetik enerjisi 7 elektron volt olar. Yəni doğru cavab A bəndidir. Sonra 20-ci sualda deyilir ki, enerjisi alt tamamda 6 vuraq 10 üstü mənfi 19 joule olan fotonun tezliyini hesablayın. Gəlin indi şərti yazaq. Burada enerji deyirsə də nə ilə ifadə eləyək? Eynən E bərabərdir 6,6 vuraq 10 üstü mənfi 19 joule. Fotonun tezliyini hesablayın, yəni nünü tapın geçsin. Burada nə yazırıq? Y bərabərdir H vurulsun nü. Burada nünü tapsaq, Y bölünsün H almış olarıq. Nü də bərabərdir. Y'nin qiyməti 6,6 vuraq 10 üstü mənfi 19 joule'dur. Və H-ın da qiyməti 6,6 vuraq 10 üstü mənfi 34 joule vurulsun saniyədir. Beləliklə 6,6'lar ixtisar geçir. Nü bərabərdir 10 üstü mənfi 19, 10 üstü mənfi 34'ə böldükdə əsaslar eyni olduğuna görə bölmə zamanı qüvvətləri çıxırıq. Yəni mənfi 19'da mənfi 34 çıxanda qalır müsbət 15. Joule'lar da ixtisar gedir, qalır 1 böl saniyə, yəni hertz və doğru cavab olur D bəndi. 21-ci sual nəzər bilik yoxlayan sualdır. Hansı zərrəcik elektrik yükünə malikdir? Pozitron elektronun əksidir, yəni elektrik yükü müsbət 1-dir. Neytron və fotonun isə elektrik yükü 0-a bərabərdir və doğru cavab olur 1. 22-ci suala baxaq. Fotoeffekt zamanı fotoelektronların maksimal kinetik enerjisinin düşən işığın tezliyindən asılı qrafiki verilmişdir. S nöqtəsinə uyğun tezliyi hesablayın. Gəlin bu qrafikdən lazımi məlumatları götürək. Birinci, burada maksimal kinetik enerjinin qiyməti bizə 8 elektron volt verilmişdir. Bir də qrafikə diqqətlə baxsaq görərik ki, -4 elektron voltluq kinetik enerji var. Axı elə bir enerji yoxdur. Kinetik enerji müsbət olmalı. Dağılımıza gələn sual bu olmalıdır. Və biz dərhal deyirik ki, onda yadımıza salırıq ki, daha doğrusu verilmiş bu ordinatın qiyməti modulu, -4'ün modulu bizə verməli idi çıxış işini. Deməli, əslinə qalsa çıxış işi -4 elektron voltun modulu imiş. Yəni 4 elektron volt imiş. Onda bizə S nöqtəsinə uyğun tezliyi tapmaq tələb olunur. Nü bərabərdir sualı. Dərhal yazırıq. H nü bərabərdir. Y kinetik maksimum üstə gələk A çıxış. Beləliklə H nü bərabərdir. 8 və 4'ü topladıqda 12 elektron volt almış olarıq. Nü isə tapdıqda 12 vuraq. Elektron volt 1,6 vuraq 10 üstü mənfi 19 joule'dur. Bölünsün. H-ın qiyməti isə 6 vurulsun 10 üstü mənfi 34 joule vurulsun saniyədir. Beləliklə joule'lar ixtisar getsə 12 ilə 6'nı 6'ya ixtisar aparsaq sürətdə 2 məxrəcdə 1 alarıq və beləliklə nü bərabərdir. 3,2 vurulsun 10 üzəri -19'da -34 çıxdıqda müsbət 35 başlayın müsbət 15 hertz almış olarıq. Doğru cavab olar B bəndi. 23-cü sualda deyilir ki, verilmiş metal üçün fotoeffektin qırmızı sərhəddi 630 nanometr dalğa uzunluğuna uyğundur. Yəni lambda maksimum bizdə 630 nanometrdir. Fotoelektronların maksimal kinetik enerjisi, yəni Y kinetik maksimum bərabərdir. Düşən fotonun enerjisindən 3 dəfə az olarsa, düşən fotonun enerjisindən ya biz H şəklində yazmalıyıq, ya da ki HC bölək lambda şəklində. Biz burada HC bölək lambda şəklində yazırıq. Nə üçün? Çünki düşən işığın dalğa uzunluğunu tapmaq tələb olunur. Yəni lambdanı. Ona görə yazırıq ki, Y kinetik maksimum bərabərdir. HC bölək lambdanı böl 3'ə. Yəni HC bölək 3 lambda şəklində. Və biz buradan lambdanı tapmalıyıq. İndi dərhal yazırıq ki, HC bölək lambda, yəni düşən fotonun enerjisi bərabərdir. Kinetik enerji maksimal qiyməti, yəni HC bölünsün 3 lambda, üstə gələk HC bölünsün lambda maksimumu, yəni çıxış işinə. Beləliklə, HC-dən HC bölək 3 lambdan çıxsaq, onda olar 3 lambda da 2 HC bərabərdir HC bölək lambda maksimum. Burada deməli H-lar ixtisar getsə, S-lər ixtisar getsə, biz lambda üçün nə almış olarıq? 2 lambda maksimum bölünsün 3. Beləliklə lambda bərabərdir 2 vuraq 630 nanometr
bölünsün 3. 633'e böldükdə 210 qalar. 10 da 2'ye vurduqda 420 nanometr almış olarıq. 24-cü suala baxaq. 24-cü sualda deyilir ki, fotoeffekt zamanı metal üzərinə enerjisi 5 elektron volt olan foton düşdükdə katoddan qopan fotoelektronların maksimal kinetik enerjisi 0,8 elektron volt olmuşdur. Onda yazırıq ki, Y foton 1 bərabərdir 5 elektron volt olduqda Y kinetik maksimal bir əvəzinə Y1 yazıram. Yəni bu kinetik enerji maksimal qiymətidir. 0,8 elektron volt olur. Əgər bu metalın üzərinə biz enerjisi 7 elektron volt olan foton salsaq, bu halda qopan fotoelektronların maksimal kinetik enerjisi Y2'ni hesablamalıyıq. Onda nə yazırıq? Dərhal fotoeffekt üçün Einstein təhlilini yazsaq, Y foton bərabərdir Y kinetik, onu biz Y kinetik üstəgələk açıq şəklində yazaq. Onda birinci hal üçün olar. Y foton 1 bərabərdir Y1 üstəgələk A çıxış və Y foton 2 bərabərdir Y2 üstəgələk A çıxış. Beləliklə bu ifadələr biz tərəf-tərəfə çıxsaq nə alarıq? Y foton 1 çıxaq Y foton 2 bərabərdir Y1 çıxaq Y2. Çünki uşaqlar baxın A çıxışlar bir-birini aparır. İndi gəlin yazaq. 5 elektron volt çıxaq 7 elektron volt bərabərdir. Y foton 1, baxın Y kinetik enerji 1 0,8 elektron voltdur. Çıxaq Y2'ni biz bilmirik. Elə Y2'ni tapmaq istəyirik. Beləliklə 2 bərabərdir. Mənfi 2 bərabərdir. 0,8 elektron volt çıxaq Y2. Buradan mənfi Y2'nin bərabərini soluna atsaq müsbət Y2. Mənfi 2 isə bərabərini sağına atsaq müsbət 2 elektron volt burada olar və doğru cavab edər 2,8 elektron volt. 25-ci suala baxaq. Verilmiş metal katod üçün fotoeffektin qırmızı sərhəddi yaşıl işığa uyğundur. Bu metalı hansı rəngli şüa ilə işıqlandırsaq fotoeffekt baş verməz. Biz bilirik ki, fotoeffektin baş verməsi üçün nü böyük bərabərdir, nü minimum olmalıdır. İndi minimum tezlik, yəni fotoeffektin baş verdiyi ən kiçik sərhəd tezliyi, yəni sərhəd tezliyi hansı metal, deməli hansı rəngli işığa uyğundur? Yaşıl. Deməli yaşıldan qabaq gələnlərdə baş verməz. Şkalanı yadımıza salaq. Qırmızı, narıncı, sarı, yaşıl və s. Yaşıldan yuxarı olan 3 rəng var. Qırmızı, narıncı, sarı və doğru cavab olar 1, 3 və 4. 26-cı suala baxaq. 26-cı sualda deyilir ki, enerjisi E bərabərdir 3,3 vuraq 10 üstü mənfi 19 joule olan fotonun dalğa uzunluğunu tapın. Yəni lambdanı tapın getsin. Y bərabərdir biz nə alarıq? HC bölək lambda. Burada lambdanı tapsaq HC bölək E almış olarıq. Beləliklə lambda bərabərdir. H-ın qiyməti 6, onda 6 vuraq 10 üstü mənfi 34 vuraq. C-nin qiyməti 3 vuraq 10 üstü 8 bölünsün. Y-nin qiyməti isə 3,3 vuraq 10 üstü mənfi 19'dur. Beləliklə lambda bərabərdir. Baxın 3,3-dən 6,6-nı 3,4 ixtisar aparsaq məxrəcdə 1 sürətdə 2 alarıq. 2 dəfə 3, 6 vuraq 10 üzəri. Baxın 10 üstü mənfi 19 sürətə çıxsa 10 üstü müsbət 19, 10 üstü 8, 10 üstü 27. Burada da nə alarıq? 10 üstü mənfi 34-dən 10 üstü 27-ni bir-birinə vursaq 10 üstü mənfi 7. Nanometrdən ifadə edir deyirsə, deməli 6-nı 100-ə vuraram, 600 vuraq 10 üzəri. Yəni 6-nı 100-ə vurduğum üçün qüvvəti də 2 vaid kiçiltməliyim. Yəni olmalıdır 10 üstü mənfi 9. 10 üstü mənfi 9, bu da nano deməkdir. Deməli doğru cavab olar 600 nanometr. 27-ci suala baxaq, uyğunlaşdırmadır. Vakuumda yayılan işığın tezliyini 2 dəfə azaltdıqda fotonun enerjisi. Gəlin birinci enerjinin nə cür hesablandığını yadımıza salaq. Enerji Y bərabərdir H-nı. Baxırıq ki, fotonun enerjisi deməli tezliyi ilə %100 asılıdır. Əgər tezliyi 2 dəfə azaldıramsa, onda enerji də 2 dəfə azalmış olar. Dərhal yazaq 1, 2, 3. Enerji 2 dəfə azalar, 1-ə getdi, B bəndi. Dalğa uzunluğu. Əgər işığın vakuumda biz yayılmasından danışırıqsa da S bərabərdir, lambda vuraq nüdür. S sabit olduğuna görə lambda ilə nü nə cür asılıdır? Tərs mütənasib asılıdır. Əgər tezliyi 2 dəfə azaldıramsa, lambda dalğa uzunluğu 2 dəfə artmış olar. 2-yə də gedər A bəndi. Bəs sürəti isə bayaq dediyimiz kimi dəyişməz. 3-ə də gedər C bəndi. İndi buradan situasiyanı diqqətlə oxuyaq və suallara doğru cavab verməyə çalışaq. Deyək ki, çıxış işi, yəni A çıxış bərabərdir
2,3 elektron volt olan metalın üzerine ışık şüası salınır. Katodla anod arasında 3,7 volt əks gərginlik verilməsinə baxmayaraq, yəni U əks bərabərdir 3,7 volt. Fotoelektronlar, deməli, anoda çatan fotoelektronların kinetik enerjisi kinetik bərabərdir 2,5 elektron volt olur. Sonra isə mənbəyin qütblərinin yerini dəyişməklə gərginlik artırılır. Gərginliyin artımı ilə dövrədə cərəyan şiddəti də artır. Lakin gərginliyin 5 volt qiymətindən sonra U bərabərdir 5 volt qiymətindən sonra dövrədəki cərəyan şiddəti dəyişməlidir. Vahid zamanda katoddan çıxan elektronların sayını, yəni kiçik n-lə işarə edərəm mən onu, 5 vuraq 10 üstü 16 olduğunu qəbul edin. İndi birinci sualı oxuyaq. Katodla anod arasında əks gərginlik verilməsinə baxmayaraq dövrədə cərəyan olmasının səbəbini izah edin. Bayaq da buna bənzər bir məsələ vardı. O 7 elektron voltluq biz deməli enerjini tapanda eyni fikri demişdik. İndi eyni fikir deməliyik. Deməli, metalın üzərinə düşən fotonun enerjisi o qədər böyük olur ki, həmin enerjini elektron qəbul eləyir. Enerjinin 2,3 elektron voltunu elektron metaldan çıxmasına sərf eləyir. Elektron özünün metaldan çıxmasına sərf eləyir və yerdə qalan enerjisi, əlində olan kinetik enerjisi o qədər böyük olur ki, deməli, anodla katod arasında heç bir elektrik sahəsi, yəni gərginlik olmadığı halda o rahat şəkildə gedib anoda çata bilir. Deməli, katoddan qopan fotoelektronların kinetik enerjisi o qədər böyükdür ki, 3,7 voltluq əks gərginlik onu saxlaya bilmir. Bəs nə qədər onda gərginlik vermək lazımdır ki, saxlamaq lazımdır, yəni saxlayaq? Baxırıq ki, 3,7 volt gərginlik verdikdə kinetik enerji, elektronun əlində qalan kinetik enerjisi 2,5 elektron volt olur. Deməli, əlavə 2,5 volt daha verməliyik ki, elektronların əlindəki bütün enerjisini əlindən ala bilək. Ona görə də 29-cu sualda deyir ki, dövrdə cərəyan sıfır olması üçün katod və anod arasında hansı maksimal gərginlik verilməlidir? U bərabərdir 3,7 volt vermişdik və 2,5 elektron volt enerjisi qalıb. Deməli, 2,5 voltda əlavə verməliyik və beləliklə 6,2 voltluq deməli maksimal gərginlik verilsə, katoddan qopan fotoelektronlar anoda çatmadan yenidən katodun üzərinə qayıdırlar və dövrədə cərəyan sıfır olur. Sonra 30-cu sualda reostatın sürücüsünü sürüşdürməklə oxlar üzərində kəmiyyətlərin müvafiq qiymətini göstərməklə volt amper xarakteristikasını qurun. Biz artıq gəlin burada birbaşa şəklin üzərində quraq. Bildik ki, maksimum -6,2 voltluq deməli əks gərginlik verilməlidir və gəlir bax bu formada belə bir deməli qrafik olur. Burada baxırıq ki, cərəyan şiddəti bu nöqtədə artıq özünün doyma halına çatır. Burada da məsələnin şərtində də deyilir ki, 5 volt qiymətindən sonra dövrdəki cərəyan şiddətinin qiyməti dəyişmir. Deməli, bu nöqtəyə uyğun 5 volt olmalıdır. Voltunu yazmasaq da olar və bu doyma cərəyan şiddətinin qiymətini biz hesablamalıyıq. Doyma nə cür hesablanır? Y vurulsun N. N 1 saniyədə qopan deməli fotoelektronların maksimal sayıdır, düzdürmü? O da doyma bərabərdir 1,6 vuraq 10 üstü -19 vurulsun. N-in də qiyməti 5 vurulsun 10 üstü 16 və beləliklə doğru cavab olar 8 vuraq 10 üstü -3 amper, yəni 8 milliamper. Burada baxırıq ki, milli amperlə verdiyi üçün biz sadəcə bura 8 yazsaq kifayət edər və beləliklə qrafikdə bu formada olar. Beləliklə biz bu 10-cu sınavın bütün suallarına, 30 sualın 30'una da baxdıq. Ümid edirəm ki, izahda hər hansı bir səhvə yol verməmişəm. Əgər hər hansı bir səhvlə və yaxud ifadə səhvindən və yaxud anlaşılmazlıqla rastlaşsaz, zəhmət olmasa videonun şərh bölməsində qeyd eləyin. Çalışıb suallarınıza ətraflı cavablar verərəm. Səhvədə şərh bölməsində qeyd etməyiniz digər əzizlər üçün də yaxşı olar ki, onlarda izləyərkən müəyyən çaşqınlıq yaranmasın. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.